Salam. Azərbaycan dilindən fonetika bölməsi üzrə izahlara davam edirik. Bugünkü mövzumuz bitişdirici samitlər. Dilimizdə 3 bitişdirici samit var. N, Y, S. Bunlar hansı məqamlarda işlənir? Birinci, iki sait arasında, yəni söz saitlə bitir və şəkilçi saitlə başlanırsa, arada bu 3 samitdən N, Y, S samitlərindən birindən uyğun gələnindən istifadə olunur. Məsələn, ana saitlə bitən sözdür. Yönlü kal şəkilçisi qəbul edib A və bu zaman ortada Y bitişdiricisi işləndi. Anaya. Ana yenə ın yəli kal şəkilçisi qəbul edib və bu zaman arada ananın N bitişdiricisi işləndi. Ana I mənsubiyyət şəkilçisi qəbul edib və arada anası S bitişdiricisi işləndi. İkinci məqam, o bu əvəzlikləri istənilən şəkilçini qəbul edəndə istər saitlə, istərsə də samitlə başlanan şəkilçi fərq etmir. Bütün şəkilçiləri N bitişdiricisi ilə qəbul edir. Məsələn, o sözündə U mənsubiyyət şəkilçisi, U hal şəkilçisi işlənib, onu N bitişdiricisi ilə işlənir şəkilçi. Lar qəbul edib, deməli, yenə onlarını bitişdiricisi qəbul elədi. Baxmayaraq ki, şəkilçi samitlə başlanır. Ondan hal şəkilçisi samitlə başlayıb və yenə də N qəbul etdi. Yəni, hal şəkilçiləri istər saitlə, istər samitlə başlanır. O, bu əvəzliklərinə mütləq N bitişdiricisi ilə qoşulur. Eləcə də lar cəm şəkilçisi. Üçüncü məqam, üçüncü şəxsin mənsubiyyətini qəbul edən sözlər hallanarkən bütün hallarda, yəni hal şəkilçisi qəbul edirsə, bütün hallarda N bitişdiricisi qəbul edir. Məsələn, anası sözü yönlü kalda saitlə başlanan şəkilçi qəbul edib, anasına N bitişdiricisi qəbul etdi. Eləcə də çıxışlı halda dan şəkilçisi qəbul edib, anasından yenə də N bitişdiricisindən istifadə olundu. Deməli, bitişdirici samitlərin işləndiyi 3 məqam var. Birinci, iki sait arası. İkinci, o bu əvəzliklərini şəkilçi qəbul etməsi məqamı. Üçüncü şəxsin mənsubiyyətini qəbul edən sözlərin hallanması zamanı.